Bank kartlarından pul oğurlayan dəstəyə hökm oxundu. Bakı Ağır Cinayətlər Məhkəməsində bank kartlarından, xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işləri üzrə məhkəmə prosesində hökm oxunub. Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə Cavanşir Rüstəmzadənin 7 il, 6 ay, Mehman Əsədovun 9 il, Novruz Qulaminin 7 il azadlıqdan məhrum edilməsini elan edib. Qeyd edək ki, dövlət ittihamçısı Cavanşir Rüstəmzadənin 10 il, Mehman Əsədovun 10 il, Qulami Novruzun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin kiber cinayətkarlıqla mübarizə baş idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində bank kartlarından, xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Məhəmmən Əsədov və Novruz Qulami saxlanılıblar. İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb. Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2 oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə. 271.2.2 kompüter sisteminə qanunsuz daxil olma. Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik, təşkilat tərəfindən törədildikdə 178.2.2 dələduzluq, təkrar törədildikdə 178.2.4 xeyli miqdarda ziyan vurmaqla törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlaki müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır maddələri ilə ittiham elan olunub.